Hər vaxtınız xeyir olsun əziz izləyicilər. 7-ci sinif biologiya dərsliyindən bakteriyalar mövzusunu izah edirəm. Bakteriyalar görünməyən kiçik canlılardır. Bunlar çox kiçik canlı olduğuna görə adi insan gözü bunları görə bilmirlər. Yəni insan gözü görmür. Mütləq vacibdir ki, bunları izləmək üçün, bunları müşahidə etmək üçün böyük cihazlardan istifadə edirlər. Yəni əsasən də mikroskopdan istifadə olunur. Bakteriya sözünün mənası bakteriyon, çubuq sözündən götürülmüşdür. Göründüyü kimi şəkildə fikir versəz görürsünüz ki, bakteriyanın hissləri veribdir. Misal üçün, hərəkətə xidmət edən qamçısı var, bir hissəyə fikir verin, görün ki, qamçısı var. Sonra qalın hücrə divarı var, qoruyucu kapsılda malik hücrə divarı var, sitoplazması var, plazmatik membranı var və İrsi məlumatların daşıyıcısı olan xromosomlar var. Göründüyü kimi biz burada digər orqanoidlərin adını çəkmədik. Yəni digər orqanların hissələrinin adını çəkmədik. Onda bakteriyalara belə tərif vermək olar ki, hücrəsində formalaşmış nüvəsi olmayan canlılara bakteriyalar deyilir. Yəni bunların artıq hücrəsində formalaşmış nüvə yoxdur. Nüvə olmadığına görə biz bunlara ikinci bir termin kimi prokaryot da deyəcəyik. Prokaryot sözünün mənası ilkin deməkdir. Pro ilkin sözünü verir. Bakteriyaların ümumiyyətlə fəaliyyəti nəzərə alsaq görərik ki, bakteriyalar istər qidalanmasına görə, istər oksigen tələbatına görə, sonra çoxalmasına görə və s. kimi xassələrə görə qruplaşdırılır. Yəni bir-birindən fərqləndirilir. Elə bakteriyalar var ki, bunlar oksigenli mühitdə yaşayırlar, eləsi var ki, oksigensiz mühitdə yaşayırlar. Oksigenli mühitdə yaşayan bakteriyalara biz deyəcəyik aerob bakteriyalar. Aerob bakteriyalara oksigenli mühitdə yaşayanlardır. Belə bakteriyalara aiddir nitrofiksasiya edici bakteriyalar və süd turşusunu qızğıdan bakteriyalar. Anaerob bakteriyalara isə aid olacaq. Yəni anaerob bakteriyalar həmçinin oksigensiz mühitdə yaşayan bakteriyalardır ki, bu bakteriyalara biz deyəcəyik anaerob bakteriyalar, yəni oksigendən istifadə etməyən bakteriyalar. Belə bakteriyalar aiddir yağ turşusunu qızğıdan bakteriyalar və denitrofiksasiya edici bakteriyalardır ki, bunlara biz anaerob bakteriyalar deyəcəyik. Sonra forması üzrə bakteriyalar qruplaşdırılır, müxtəlif formada olur. Bakteriyalar belə deyək ya, çubuq formalı, çöp formalı və yaxud da ki, vergil formalı, kürək, yumru, dairə formasında, spiral formasında və s. kimi formalarda olurlar. Göstərmək istəyirəm bunu sizə. Fikir versəz görərsiniz ki, kürə şəkilli bakteriyalar, baxmıram, kürə şəkilli bakteriyalar koklardır. Bunlara biz koklarda deyəcəyik. Adından görünür ki, yumru, kürə formasında olduğu üçün bunlara kürə şəkilli bakteriyalar deyilir, yəni koklar deyilir. Spiral şəkilli bakteriyalar spirillərdir. Çöp şəkilli bakteriyalar basillərdir. Vergül şəkilli bakteriyalar vibrionlardır. Kimi qruplara bölüşdürülür, yəni qruplaşdırılır. Fikir versəz görərsiniz ki, həqiqətən də spiral şəkilli bakteriyalar spiral kimi qorunmuşdur. Çöp şəkilli bakteriyalar çubuq formasındadır. Yəni çöp formasındadır. Vergül şəkilli bakteriyalar təqribən vergülə bənzətiyinə görə bu adlar verilmişdir. Vergül şəkilli bakteriyaların digər adlandırılması vibrionlardır. Davam edirik. Fikir versəz görərsiniz ki, burada keçməmişdən öncə dəstəyə nəzər salaq. Dəstəkdə deyir ki, bəzi bakteriyalar qida maddeləri özləri hazırlayır, digərləri isə hazır qida maddelərindən istifadə edirlər. Ümumiyyətlə qidalanmasına görə bakteriyalar qruplaşdırılır. Qidalanmasına görə bakteriyalar qruplaşdırılır. Avtotrof bakteriyalar və heterotrof bakteriyalara. Avtotrof bakteriyalar belə deyək də özləri üçün üzvü maddə hazırlayan bakteriyalardır ki, bunlar hazır üzvü maddə ilə qidalanmırlar. Belə bakteriyalar deyilir avtotrof bakteriyalar. Bu bakteriyalara aiddir fotosintez edici bakteriyalar və xemosintez edici bakteriyalar. Fotosintez edici bakteriyalar yaşıl və qırmızı bakteriyalar ki, bunlar yaşıl bitkilər kimi fotosintez edərək özləri üçün üzvü maddə hazırlayır. Xemosintez edici bakteriyalara aiddir dəmir, kükürt, azot bakteriyalardır ki, bunlar xemosintez edərək, yəni qidalanırlar. Yəni xemosintezdə bundan əvvəlki mövzuda demişəm, xemosintez ümumiyyətlə yəni fotosintezə bənzər bir prosesdir, amma fotosintezin fərqli cəhətləri də var və bu nəticədə
Hazır, yəni qida əldə olunur bu zaman. Yəni qida əldə olunur. Üzüm maddə hazırlanmır da burada. Amma kimyəvi rabitənin qırılması nəticəsində, yəni kimyəvi rabitələrin enerjisindən istifadə olunaraq canlılar xemosintez yolunda, həmçinin avtotrof bakteriyaların xemosintezi formaları bu yolla qidalanırlar. Davam edirik. Heterotrof bakteriyalar isə öz növbəsində, bunlar da öz növbəsində hazır üzüm maddə ilə qidalanırlar. Bunlara aiddir saprofitlər və parazitlər. Qoy bunları mən yaxşı bir şey yazmam bura, daha yadda qalmalar sizin üçün. Deməli, heterotrof bakteriyalar, heterotrof bakteriyalara aiddir. Heterotrof bakteriyalara aiddir saprofitlər, saprofit bakteriyalar və parazitlər. Parazit bakteriyalar. Saprofit bakteriyalar haqqında biz məlumat verək. Saprofit bakteriyalar bunlara çürüdücü bakteriyalar deyilir. Misalın deyəlim ki, yarpaqdır, qoxu payız vaxtı hazan vaxtı düşür. Yavaş-yavaş saprofit bakteriyalar, yəni çürüdücü bakteriyalar hesabına çürüyür, torpağa qarışdırılır. Və yaxud ki, ölmüş canlıların qabaqlarını çürüdərək torpağa qarışdırırlar. Belə bakteriyalar deyirlər çürüdücü bakteriyalar. Qabağına yazılan çürüdücü. Parazit bakteriyalar eşitmişsiniz yəqin ki, parazit o dişi xəstəlik törədən bakteriyalardır ki, müxtəlif növ xəstəliklər törədir. İstər insan, istər digər canlı orqanizmlərdə, bitkilərdə, heyvanlarda müxtəlif xəstəliklər törədirlər. Belə bakteriyalar qara infilabudur, taundur, vəbadır, bu kimi bakteriyalardır ki, yəni bu xəstəlik törədən bakteriyalardır ki, mən onların şəkillərini göstərmək istəyirəm üzərində. Bu əvvəlcə yazılmır xəstəlik törədən. Parazitlər dedik ki, xəstəlik törədən bakteriyalardır. Xəstəlik törədən. Göründüyü kimi burada sivil yarası türədisi fikir verir, mikroskop altında görüntüsüdür. Digərləri hər birinin mikroskop altında görüntüsüdür. Vəba vibronu, verişəkli bakteriyalar, vəba xəstəliyin türədisi bakteriyasıdır, taundur, sonra difteriyadır, çörəkli bakteriyalardır, streptokok bakteriyalardır və s. Bu hissədə isə bunlar isə çürüdücü bakteriyalar, şəklini buna vermişəm. Bu çürüdücü bakteriyalar parazit bakteriyalar deyil, saprofit bakteriyalardır. Şəkillərə diqqət edirsəz, baxın, çörəkli streptokok bakteriyalar dairə formasında, küçə formasındadır. Difteriya basili, difteriya xəstəliyin törədən bakteriyadır. Həmçinin digərlərdə bu formada. Mövzuya davam edirik. Qidalanması haqqında məlumat verirdik. Oksigen tələbatına görə qruplaşdırdıq. Gəlin bunların çoxalması haqqında məlumat verək. Burada dəstələri verildi. Baxın, vəba törədisi, vərəm törədisi haqqında şəkillərini verildi. Tetanus törədisi, taun törədisi və s. kimi şəkillər verildi. Gəlin çoxalması haqqında biraz məlumat verim. Bakteriyalar əlverişli mühitdə, yəni əlverişli mühit deyəndə ki, yəni bunlar üçün çoxalması üçün lazım olan temperatur, müəyyən qədər rütubət və hava lazımdır ki, bunlar çoxala bilsinlər. Belə mühitdə onda olur əlverişli mühit. Əlverişli mühit olduqda bakteriyalar çoxala bilirlər. Çoxalan zaman bunlar müəyyən bir şərtləri var çoxalan zaman. Necə baş verir, necə olur bu çoxalma? Misal üçün, deyəlim ki, bir bakteriya hər 20 dəqiqədən bir bölünür. Şəkli burada var. Elə bunun üzərində mən sizə hələ istəyəcəm, izah edəcəm bunun üzərində. Fikir versə görərsiniz ki, deyəlim ki, bu bakteriyadır. Bu bölünür. Görürsünüz, iki bakteriya əmələ gətirir. Yəni, bir başlanğıc bakteriyadan, bunu yazıram, başlanğıc bakteriyadan bölündü, iki bakteriya əmələ gəldi. Biri iki yerə bölündü, oldu iki bakteriya. Bu 20 dəqiqə ərzində baş verdi. 20 dəqiqə ərzində. 20 dəqiqə ərzində bölündü, iki bakteriya əmələ gəldi. Və hər birdən növbəti fikir researchına görürsünüz, hər birdən bölünüb. Və hər birdən 20 dəqiqə ərzində bölünərsə, artıq 40 dəqiqə ərzində isə bakteriya əmələ gəlmiş olar. 1, 2, 3, 4. Və əlverişli şərait davam edərsə və bölünmə davam edərsə, bunların da hər biri bölünür. Olur neçə, hər biri 2 bakteriya əmələ gətirir. Olur 1,
2, 3, 4, 5, 6, 7 və 8 bakteriyadan gəldi. Yəni belə deyək də 20, 20, 20. 3 dən 20 edir 60. Yəni 60 dəqiqə ərzində. Yəni 1 saat ərzində 3 bölünmə keçirdi. 3 bölünmə keçirdikdən sonra sonda neçə bakteriyalar gəldi? 8 bakteriya əmələ gəldi. İndi bunu mən başqa bir formada, düstur formasına yazacağam. Belə bir düstur var ki, deməli, n bərabərdir n0 vurulsun 2-nin üstündə x. N əmələ gələn bakteriyanın sayıdır. N0 başlanğıc bakteriyanın sayıdır. X isə bölünmələrin sayıdır və ya nəsil sayıdır. İzah edim nə deməkdir? X də bərabərdir. T bölünsün 20 və ya 30. Nəyə görə 20 və ya 30? Əgər verilən şərtdə, məsələnin şərtində maksimum deyərsə, hər 20 dəqiqədən bir bölünəcək, biz də zamanı bölməliyik 20-yə. Minimum deyərsə, hər 30 dəqiqədən bir böləcək, yəni verilən zamanı bölməliyik 30-a. Onda biz x-i tapırıq, yəni bölünmələrin sayını tapırıq. Tutalım ki, sual verirəm ki, əlverişli şəraitdə 2 başlanğıc bakteriyadan 1 saat ərzində neçə bakteriya əmələ gələr? Diqqətə qulaq asın. Deyirəm ki, əlverişli şəraitdə 1 olmasın 2 başlanğıc. 2 başlanğıc bakteriyadan 1 saat ərzində neçə bakteriya əmələ gələr? Baxaq. Demişik axı neçə bakteriya əmələ gələr? Biz n tapmalıyıq. 2 başlanğıc bakteriya. N0-ımız 2-dir artıq. 2-ni yazdım. 2 vurulsun. 2-nin üstündə x-i tapaq. X bərabərdir. 1 saat demişəm və maksimum şərt daxilində deyəsə əgər, onda nə olur? Mən 1 saatı çevirirəm dəqiqə, olur 60 dəqiqə, bölürəm 20-yə, 60 20 bölündə edir 3. Artıq 2-nin üstü 3. 2-nin üstü 3, qüvvət üstü 3 deməkdir. Yəni o deməkdir ki, 2-ni 3 dəfə öz-özünə vurmaq deməkdir. Yəni 2 vurulsun, 2-ni 3 dəfə öz-özünə vuranda edir 8. Bu da bərabərdir 16-ya. Deməli, 16 bakteriya əmələ gələrmiş. Əlverişli şəraitdə 2 başlanğıc bakteriyadan 1 saat ərzində maksimum 16 bakteriya əmələ gələrmiş. Davam edirik. Bunun müxtəlif məsələlər var buna görə. Tutalım ki, deyəlim ki, əmələ gələn bakteriyanın sayını verirsə, başlanğıc bakteriyanın sayını istəyə bilər və ya zamanı istəyə bilər və bölünmə sayını və ya nəsil sayını istəyə bilər və s. Hətta bölünməyə məruz qalan bakteriyanın sayını istəyə bilər. Onu mən elə bu şəkil üzərində izah etmək istəyirəm. Bölünməyə məruz qalan bakteriyanın sayını. Burada mən izah etmək istəyirəm onu. Baxaq bir diqqətlə. Bölünməyə məruz qalan bakteriya nədir? Görək nədir? Fikir versək, bu hissədə, bu deyəlim ki, mən buranı ancaq bu hissəyə baxacağım, yəni yuxarıda qalan hissəyə, xətdən yuxarıda qalan hissəyə baxacağım. Neçə bakteriya bölünməyə məruz qalıb? 1 bakteriya. 1 bakteriya bölünüb 2 bakteriya əmələ gəlir. Bu bakteriya əmələ gəlir və bu bakteriya əmələ gəlir. Deməli, 1 bakteriya bölünməyə məruz qalıb 2 bakteriya əmələ gəlir. Digərlərini də o formada. Əgər mən bu hissəyə baxsam əgər, onda xətti siləyə qoyub qarışmasın. İndi mən bu hissəyə baxsam əgər, onda neçə bakteriya bölünməyə məruz qalacaq? 2 və bu da 1, cəmi 3. Yəni 3 bakteriya bölünməyə məruz qalacaq. Qısacası, bölünməyə məruz qalan bakteriyanın sayını tapmaq üçün, əmələ gələn bakteriyanın sayından, yəni n-dən çıxmalıyam başlanğıc bakteriyanın sayını. Bu bizə nəyi verir? Bölünməyə məruz qalan, qısa yazıram, bakteriyanın sayını verir. Bakteriya sayı. Bölünməyə məruz qalan bakteriyanın sayını bizə verir. Əmələ gələn bakteriyanın sayından başlanğıc bakteriyanın sayını çıxdıqda bizə bölünməyə məruz qalan bakteriyanın sayını verir. Davam edirik. Burada öyrəndiklərinizi tətbiq edin bölməsindən görək nə verildir. Otaq temperaturu şəraitində 1 stəkan çiy süddə 1 saatda təxminən 800 bakteriya gəlmişdir. Əgər bu bakteriyalar hər 20 dəqiqədən bir bölünərsə, onda 1 saat əvvəl süddən isə bakteriya olub. Silək bunları.
800 bakteriya gəlir. Düzdür. Və hər 20 dəqiqədən bir də bölünür. Və 1 saatda deyiriz də. Onda belə çıxır ki, 1 saatda deyirsə, biz 1 saatımızı çevirək dəqiqəyə 60 dəqiqə. 60-ı mən bölməliyəm neçəyə? 20 dəqiqədən bir deyirsə, hər 60-ın içərisində, ümumiyyətlə 60-ın içərisində 3 dənə 20 var da, yəni 3-ə bölməliyəm, daha doğrusu 20-yə bölməliyəm. Erməli neçə? 3. Deməli 3 tərəf bölünmə keçir. 3 tərəf bölünmə keçir. Düstura görə. Baxın, bu düstura görə. Nə olacaq? Deməli, artıq enimiz bəllidir. 800, yəni 800 bərabərdir. N0 istəyir biz yəni. N0 vurulsun 2 üstü 3. 2 üstü 3 8-dir də. Bilirsiniz artıq. 800 bərabərdir. N0 vurulsun 8-ə. Onda N0 nəyə bərabər olar? 100-ə. Deməli, 100 başlanğıc bakteriya var imiş ki, 1 saat ərzində 20 dəqiqədən bir bölünüb 800 bakteriya ilə gəlir. Davam edirik. Müzakirə edin bölməsində suallara baxaq. Sizcə bakteriyaların sürətlə çoxalması insan üçün faydalıdırmı? Fikrinizi əsaslandırın. Belə deyək də, yer şirəsində, ümumiyyətlə yer səthində olan bakteriyaların böyük əksəriyyəti stafilokokk bakteriyalar, yəni çürücü bakteriyalardır. Bu baxımdan insan həyatı üçün mən deyərdim ki, bəli, faydalıdır. Çünki çürümə prosesi getməsə, məhv olmuş canlı qaraqlar çürüyərək torpağa qarışmaz. Və yaxud ki, bu olmasın başqa bir şey deyək. Məsələn, süd turşusu, südü qat-qat çevirən bakteriyalar var, çürücü bakteriyalar var. Burada bu bakteriya olmasa, biz onu o formada, yəni sənayedə və yaxud da ev şəraitində onu süddən qatala bilmərik və s. Yer üzərindəki bakteriyaların məxfiyyətsiz çoxalması nəyə gətirib çıxarardı? Məxfiyyətsiz çoxalması əlbəttə ki, yer üzərində demək olar ki, daha çox üstün təşkil edərdi, bakteriyanın sayı çox olardı, digər canlılarla rəqabətə girərdi, digər canlıları sıxışdırıb çıxara bilərdilər və s. Təbiətdə bakteriyanın sürətlə çoxalmasının qarşısını hansı amillər alır? Təbiətdə bakteriyanın çoxalmasını qarşısı alan amillər çoxdur. Elə əlverişli şərait olduqda bakteriyalar çoxalır, çoxala bilmir daha doğrusu. Bu da onun qarşısına olan amillərdən biridir. Bir dənə şey dediyim ki, bakteriyalar əlverişsiz şəraitdə spor halında olur. Spor. Yəni əlverişsiz şəraitdə bakteriyalar spor halında olur. Spor bakteriyanın uzun müddət əlverişsiz şəraitdən qoruya bilir. Buna görə bakteriyalar daha uzun müddət spor halında qala bilirlər. Yəni spor uzun müddət saxladığına görə, bakteriyanı qoruduğuna görə uzun müddət qala bilirlər. Və yenidən əlverişli şərait yaranan kimi spor yenə də dağılıb, bakteriyanın özü fəaliyyət davam etdirə bilir. Öyrəndiklərinizi yoxlama bölməsinə baxaq. Qrafiki nəzərdən keçirin, suallara cavab verin. Birincide deyir ki, bakteriyanın çoxalması nədən asılıdır? Baxaq görək bakteriyanın çoxalması nədən asılıdır? Bu 30 dərəcə Selsiyə fikir versəz görərsiniz ki, 4 saatda daha çox bakteriya əmələ gəlir. Təqribən 400 bakteriya əmələ gəlir. Baxın, bu hissəyə baxın. Görürsünüz. Bura baxsam 20 dərəcə Selsiyə təqribən deyəlim ki, bir 15 bakteriya, 15 deməyək 20 deyə bakteriya əmələ gəlir. 20 dərəcə Selsiyə 20 dərəcə Selsiyə təqribən 23 saatda bu qədər bakteriya əmələ gəlir. Deyəlim ki, bərabərdir. 15 dərəcə Selsiyə isə təqribən 30 saatda deyəlim ki, 90 bakteriya əmələ gəlir. Bizə nə deyir? Bakteriyanın çoxalması nədən asılıdır? Çoxalması təbii ki, temperaturdan daha çox asılıdır. Çünki nəyə görə? Burada 30 dərəcə Selsiyə 4 saat o yüzdən də çoxdur. 4 saat olmasın, olsun təqribən 8 ilə 12 arasındadır da bu. Deyəm ki, 10. 10 saat ərzində 30 dərəcə Selsiyə bir 400 bakteriya əmələ gəlir. Amma bunda isə, yaşıl rəngli xəttdə isə fikir verin 24 saat, təqribən 23 saat ərzində həmin sayda bakteriya əmələ gəlir. Onda belə çıxır ki, temperatur rol oynayır. Daha çox temperaturun, yəni 30 dərəcə Selsiyə olduqda daha çox bakteriya əmələ gəlir. Fikir verin,
digərlərində zaman çoxdur, amma temperatur aşağı olduğuna görə, nisbətən 30-dan aşağı olduğuna görə bakteriyanın sayı da az bölübdür. Hansı şərait çoxalma sürəti daha çox yüksəkdir? Hansı şəraitdə çoxalma daha temperaturun təbii ki 30 dərəcə Selsi olduqda, sonra 20 dərəcə Selsi olduqda daha çoxdur, yüksəkdir. Həmçinin zamanla fikir verməliyik. Zaman az, temperatur çox olduqda, yəni saat az, temperatur çox olduqda daha çox sürətlə bölündüyünə görə bu şəraitlərdə çoxalma daha çox yüksəkdir. Növbəti dərslərdə, növbəti videolarda görüşənə qədər sağ olun. Kanala abunə olmağı unutmayın.